Salam, hər birinizi xoş gördük. Bu günlərim jülyen hazırlayıram. Bunun üçün əvvəlcə göbələkləri tərtəmiz yumuşam. Daha sonra doğradım. İndi isə soğança hazırladım. Soğança hazırlayandan sonra yuyulub doğranmış göbələkləri əlavə etdim soğançanın içərisinə. Soğanla bir yerdə qovurdum. Qovurduqdan sonra üzərinə sinə ətini, toyuğun sinə ətini əvvəlcə duzla bir yerdə qaynatmışam, didmişəm və əlavə etdim göbələklə soğanın içərisinə. Bir yerdə qovrulduqdan sonra duzunu əlavə etdim. Duzunu əlavə etdikdən sonra 2 paçka xama əlavə etmişəm. Xama ilə bir yerdə həmən göbələklərimiz qəşəng qovruldular. Qovrulduqdan sonra qaynayırlar biraz qaymaqla bir yerdə. Daha sonra belə jülyen qablarım var. Onların içərisinə yığıram bu cür. Sonra üzərinə Holland pendiri rəndədən keçirdib hamısının üzərinə bu qayda ilə səpirik. 12 dənə məndə jülyen qabından belə hazırlandı. Sonra 180 dərəcəli sobada qoyuruq. Bir 10 dəqiqə qalır. Pendirlər əriyir. Sonra süfrəmizə veririk. Bizim artıq yeməyimiz hazırdır. Çox ləzzətli, dadlı bir yeməkdir. Sizlər də hazırlayın. Əsl yay yeməyi, çox dadlı, ləzzətli. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.